Onun nəzərində Məcnundan başqa bunun sevgisi ola bilməz. Məcnunun da Leylidən başqa sevgisi ola bilməz. Oturub İbn Səlamın evində qapını tıxfırlayıb, bək bağlayıblar ki, Məcnunun adamları birdən gəlib onu uğraya bilirlər təzədən. Baxır, şəmə, şəm yanır. Şəm yanır, gör nə qədər dərin mənalı verib Füzulini. Baxır şəmə də, ayətdə ikinci bir adam yoxdur yanındakı dərdini bölsün Leyli. Şəmdir bir də bu. Deyir, ey şəm, sən başı qaralısan, ayağı bağlısan. Şamın ayağı bağlı. Ey didəsi bağlı, bağrı dağlı, başı qaralı, ayağı bağlı. Başdan ayağa nədir bu yanmaq? Mən də sənin kimi yanmaq. Başdan ayağa can. Başdan ayağa nədir bu yanmaq? Dudi dilədən bədən boyanmaq. Öz ürəyin tüstüsünə boyanırsan. Ey didəsi bağlı, bağrı dağlı, başı qaralı, ayağı bağlı. Başdan ayağa nədir bu yanmaq? Dudi dilədən bədən boyanmaq. Mən həm sənə bənzərəm vəfadə, dərkə neçə mərtəbə ziyadə. Sən gecə həmən yanarsan ey zar, mən gecə və gündüzəm giriftar. Biz meyyədələr keçmişik eşq ilə eyləyəli. Hər bir gül açan mənzərə gülzar ola bilməz. Zövq əhlindən öz yarı yanır, zövqünə uyğun. Zövq əhlindən öz yarı yanır, zövqünə uyğun. Aşık dediğin eşkdə vadar ola bilməz. Aydadı bir Ney meclisi yarilere var olmasa olmaz. Ney meclisi yarilere var olmasa olmaz. Neysiz mezesiz eşkte izhar olabilmez. Göz kaşı ile lebne aşık olan çok. Xilqətdə belə qaş gözü pərgar ola bilməz. Aydadı bir aləm.
haftada bu perdi misal karla bir zaman aman yan vedadan aman 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 aydan Eşkin göylerinde uçan bir kuşan Koşan bakışlara inanmışım Eşkin göylerinde uçan bir kuşan Koşan bakışlara inanmışım Eydisiz kalbimi ağlayan güzel Seni küstürmüşem pişman olmuşum Eydisiz kalbimi ağlayan güzel Seni küstürmüşem pişman olmuşum Yaralı yazıkla süzme yamandır Ölürüm elimden yüzme yamandır Gidip özgelerle gezme yalandır Adım içinden seninle çıkır Gidip özgelerle gezme yalandır Adım içinden seninle çıkır Bilirəm ki, eşqiniz səfasız olmaz Bilirəm ki, sevgilim vəfasız olmaz Bilirəm ki, eşqiniz səfasız olmaz Bilirəm ki, sevgilim vəfasız olmaz Gözələm yanımda hər çətinliyə Məhəbbət qüssəsiz səfasız olmaz Gözələm yanımda hər çətinliyə Məhəbbət qüssəsiz səfasız olmaz Ayrılıq yalandır mən necə dərsən Keçmə həbbət aləmə baləm Çox səfatın aləm 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 dayanamam Çox sağ olun, Sağ olun. təşəkkür edirik. Çox Sağ içdən olun. qəlbdən oxudunuz. Çox sağ Çox olun, sağ var olun, olasınız sağ hər olun. zaman. Bəli. Qəni müəllim, bax sizin çox gözəl qəzəlinizi ifa etdi Firuz müəllim. Dedi, hər yar dediyin aşiq üçün yar ola bilməz. Dil bilməyən afət bizə dindar ola bilməz. Dildar ola bilməz. Bax insanları tanımaq üçün, bax insanları tanımaq üçün Qəni müəllim, dilim tapmaq lazımdır, yoxsa nəbzini tutmaq? Bəli. Bilirsiniz, bunlar bir-birindən ayrı olmayan söhbətlərdir. Biri-birindən ayrı olmayan, bir-birini və yaxud dedi ki, tamamlayır məsələ. Musiqi ilə muğam bir-birini tamamlayan ki, bunlar da bir-birini tamamlayan şeydir. Bunlar təsəvvür elə yenə ki, biri olsun, biri olmasın məsələ. O məşuqəsini itirmiş aşıq kimi gezəcək elə bu biyabanları zadı. Bunlar ta onu tapınca. Bilirsiniz, bunlar biri sualdır, biri cavabdır. Sual cavabla qiymətlənir. Müğənni qardaşımız oxuduqca mənim fikrim müqamımızın taleyinə getdi.
görürsünüz burada yığılmışıq. Bizim burada yığılmaqda məqsədimiz elə tek bizim özümüzün yığılmağımız deyil. Yüzlərcə və minlərcə tamaşaçılarımızın ürəyinə təsir eləmək istəyirik. Onları sevindirmək, şadlandırmaq istəyirik. Ona görə əcdadımızdan onlara sələf deyirlər. Sələf bizdən sonra gələnlər isə xələflərimizdir. Sələflərimizdən bizə gələn bu muğamat böyük armağandır. Görün nə qədər bizim çiyinlərimizdə hamımızın, əcdadımızın, necə deyirlər, borcu var ki, biz indi nə qədər yaxşı qulluq eləsək muğamata, yenə hələ onlar yadımıza saxlamalıyıq ki, onların çəkdiyi borcu yerinə verə bilməmişik. Niyə? Ona görə ki, az olan şeyin qiyməti çox olur dünyada. Nizami deyir ki, qızıl ona görə bahadır ki, azdır, dəmir qədər olsaydı, tökülərdi ki, heç kəs aparmazdı onu ilə. Odur ki, muğamatın, qəzəliyyatın qiyməti bir-birini tamamlayan bunlar bir anlayışdır. Bir-birini tamamlayan anlayışdır. Mən ona demək istədim, elə sözümü də o ilə başladım ki, sələflərimizdən notsuz, kağızsız, hafizə ilə dildən dilə, ağızdan ağıza keçə-keçə bu qəzəllər ki, burada oxuyuruq, bu muğamı ki, çalırsınız, muğamın özü də hələ dünən istəyən gün gələn söhbət deyil. 100 illərlə, 1000 illərlə notsuz gəlib, əcdadımız bunu bizə çatdırmağa can atıblar. Buna qarşı nə böyük bizim boynumuzda haqları var onların. Necə biz qulluq eləməliyik muğamatımıza, necə onu ucuzlaşdırmaq olmaz. Az müddət bundan qabaq, bilirsiniz ki, muğamata olan münasibət o qədər dəyişmişdi ki, xanəndələr hamısı gəlirdi bizim Füzuli Məclisinin vahidi bağında, otururdular, hamısı dərdləşirlər ki, bu necə olar da, bizə heç yada salan yox, hamısı rock, şok muzikalar, nə bilim, mən olan adını da yaxşı deyə bilmirəm. Onlarla şey olmaz. Biz o muğamatı sələflərimizdən alıb, xələflərimizə ötürməliyik. Onlar da öz xələflərinə ötürməlidirlər ki, bizim muğamat... Şükür Allaha, bizim əziyyətimiz onlardan çox azdır. Ona görə ki, onlar muğamatı bizə çatdıranda ancaq öz hafizələrinə arxayın olmuşdular. Amma indi maşallah televizor var, indi maqnitofon var, indi cürəbəcür səs yazan vasitələr var. İndi bizim nəslimizə o zadı köçürmək, əcdadının çəkdiyi zəhmətin 100-dən 1 qədər də döyür. 100-dən 1 qədər də döyür. Yazaram istədiyim mahnını verərəm evlatlarıma, bunu mənim nəvəyim üçün də oxuturarsın, nəvəm nəticəm üçün də oxuturarsın. Onlar da hələ belə gedər. Amma bu az zamanda onun üstünə gələn soyuqluq ki, əmələ gəlmişdi, o məndə müəyyən bir təsirat əmələ getirdi. Hamısın, bütün musiqişünaslarımızın qəlbini yazdım burada. Muğam musiqinin fəlsəfəsidir. Muğam musiqinin fəlsəfəsidir. Kəmalın, şuurun təntənəsidir. Sələflərimizdən yadigar qalan muğamdır o bizə böyük ərmağan. Dünya musiqisi xəzinəsin gəz, yoxdur muğamata layiq bir əvəz. Muğam xalqımızın saf nəfəsidir. Muğam həqiqətin qalib səsidir. Ona asılandı son zaman bəzi, ondan ayrı salmaq istədi bizi. Muğam xəstə düşdü bu soyuqluqdan, ayrılmaq üzrəydi cismindəki can. Onun istiraba düşdüyü bu an bir loğman yetirdi yardıma zaman. Uzandı nagihan bir nicat əli, şəfa tapdı ondan ellər gözəli. O loğman kim idi? Mehriban xanım, xilaskar yetirdi onu zamanım. O Azərbaycanın şərəfli qızı, ümmid səhərinin o dan ulduzu. Sağaldıb muğamı çıxartdı üzə, o xilaskar oldu sərvətimizə. O Heydər babanın gözəl gəlini, uzatdı muğama nicat əlini.
Muğam cana geldi, göz açtı yenə. Əhsən belə qıza, belə gəlinə. Saadət tanrısı ona yar olsun. Xalqımız onunla baxtiyar olsun. O məhsətilərin, natavanların, nüşabə, həcərlər yadigarıdır. Xalqına mehriban o ellər qızı, Azəri xalqının iftixarıdır. Həkim Qəni Dəxi bu son çağında doldu iftixarla sənət bağında. Doğrudan da Bununla hamınızı müəllim, təbrik edirəm. Son zaman doğrudan doğruya Mehriban xanımın müğamatımız üçün yazdığı perspektiv planlar müğamatımız üçün elə bir xoş, gözəl güzaran yaradır ki, gələcəkdə doğrudan da müğamatımız biz arzu elədiyimiz səviyyəyə çatacaqdır. doğrudan Sağ da olsun. Qəni müəllim, sözünüzə qüvvət. İstər muğam olsun, musiqi olsun, ümumiyyətlə bütün bizim gözəl dəyərlərimizə həmişə ehtiyacımız var. Bax, sizin bilirsiniz nə yadıma düşdü? Ey məni adlı bir qəzəlinizdə bir misra tutub məni. Gün gəlir möhtac olur, möhtacı möhtac eləyir. Bəli. Gün gəlir, möhtac olur, möhtacı möhtac eləyən. Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var. Həmişə daş ata bilməzsən. Bir zaman gələr ki, sənin də qarşı alarlar, səni daş atmağa qoymazlar. Necə dedim ki, bəyək müğamatımızda olan bu soyuqluq əmələ gəlmişdi, onu indi aradan qaldırdılar. Elə dediyiniz kimi, zülm eləyən həmişə zülmündə bərqərar olub qala bilməz ki, belə bir dövran gələr çıxar ki, onun da zalimlığını ona başa salarlar da. Və yaxud başqa bir şey. Gün gəlir, möhtac olur. Möhtacı möhtac eləyən. Möhtacı möhtac eləyən var. Gün gəlir ki, o özü möhtac olar, bu möhtac olan sonra onun üstündə gülər. Doğrudan da nə qəribədir. Mən bir balaca Qəni müəllim, haşiyədən kənara çıxmaq istəyirəm. Buyurun. Bax, elə hər birinizə verirəm bu sualı. Çünki bizim bununla bağlı bir video materialımız var. Ancaq izləmədən öncə istəyirəm bununla bağlı sizin münasibətinizi alım. Bax, o başınızdakı buxara papağı nə vaxtdan da sizə hayandı? Neçə ildir? Hə, bu 6-7 il olar. 6-7 olar. Əvvəllər belə bir fikir var idi də, kişinin qeyrəti, namusu 3 amil üzərində qurulardı. At, papaq, bir də arvad. Bəli. Belə deyək. Bax, bugün, elə bu fikirlə bağlı sizin münasibətinizi almaq istəyirəm. Bu, mən deyim sizə, hərənin öz zovqu var. Bilirsiniz, məsələn, mən də televizorda elə bir rəqqasələr görürəm ki, məsələn, onu qabil adamlar biədəbli adlandırarlar. O, rəqs yaxçı şeydir. Bizim tarixdə rəqslərimiz olub ki, nə bilim, tərəkəmə, nə bilim, nə deyir onların adına? Cürə-cür rəqslərimiz vardır. Elə əndazəsiz geyimlə, elə zadla çıxış eləyirlər ki, onun özündən soruşsun, deyir, indi yəqin onun özünə xoş gəlir bu. Da bilmir ki, qıradan baxanın bu nə qədər xoşuna gəlmir. İndi zovq məsələsi var burada. Zovq. Mən nə üçün valeh oldum ona? Ona görə ki, mən böyük xanəndələrimizi, böyük, məsələ, ifaçılarımızı, məsələ, Seyidi görmüşəm. Mən heç nə qədər tabi bu oturanların heç birisi deyə bilməz ki, o adamları ki, mən görmüşəm bunlar gibi. Çünki bunların yaşından çox-çox qabaqdır. Mən Hüseynqulu Sarabskini Məcnun rolunda görmüşəm. Məcnun rolunda görmüşəm. Mən Abbas Mirzə Şərifzadənin Maqbet rolunda, Otello rolunda görmüşəm. Bilirsiniz, onları sonra həyatda mən Sidqi Ruhullanı görmüşəm. Mən Seyid Şuşinskini görmüşəm. Mən Cabbar Qaryağdını görmüşəm. Onlar hamısı papaqla gezirlər. Onların sənətinə olan məhəbbətim, bilirsiniz, onların sənətinə olan məhəbbətim məni də onlar şəkildə olmağa çağırdı. Bir daxili bir hiss elədim özümdə. Mənim köpqalarım da var, şapqalarım da var, cürə-bəcürə, meşin də var, filan da var, beşməkan. Və nədənsə mənə belə gəlir ki, o şəxsiyyətlər, o ülviyyətlər təkrar olunmaz adamlar bir də dünyaya gəlsəydilər.
bu mühitimizə baxsaydılar, nə qədər düzəliş verməli olardılar. Nə qədər ifrat, hər bir sənətdə ifratçılıq ziyandır. Təbii. Amma indi biz görürük, bəzən görsə televizorumuzda, rəqs ifratdır. Onu ailəyə qoymaq olmaz. Kinonun məzmunu, bəzən görsə elə məzmun var ki, xəcalət çəkirəm, ödəyəcəksə, gəlinin burada oturub, qızım burada oturub, tez bağlayın onu, yaz, fel edin, filan bir şey olmaz. Bilirsiniz, hər incə sənətdir. İncə sənətə incə sənət deyirlər, o kobudluqdur. İncəliklə yanaşmaq lazımdır, təbii. Sənətdə incəlik lazımdır. Sənətdə abstrakt şeyləri getirib sənət adına bizə sırmaq olmaz. Nəzər sahibləri var. Hamısı elə o rəqqəsə kimi baxmır ki, onun çıplaq oynamağına. Heç ehtiyac da yoxdur ona. O, əxlaqımıza ziddir, qızım. Düşmən bilir, dünən nə dedilər ki, nə bilir, bir atışma olub, cəbhədə falan bir nəfər də ölüb, elə yazılı qaldı ki, yazıq. Düşmən bizi cismimizə güllə vurur. Eyni zamanda cismin olmayan heykəlinə, Bülbülün, Üzeyir Həcibəyovun, Natəvanın heykəlinə güllə atdılar. Gördünüz onları da. Bax, bu da bizim mənəviyyatımızdır. Mənəviyyatımıza güllə atır bizi istəməyən adamlar. Onu bəzi ifaçılar onu düşünmür. Onların təhrik elədiyi kimi gedir. Dahi düşünmür ki, bu mənim milli əxlaqıma nə dərəcədə uyğundur. O nöqteyi nəzərdən mən o papaqda çox məsuliyyət hissi görmüşəm və onları da həmişə riayət eləmişəm. Böyük-kiçik bilmək, sözünün qədərini bilmək, sözünün yerini bilmək, hərəkətinin yolunu bilmək, bu papaq o əxlaqdan, o keyfiyyətdən mənim başımda qalıb. Mən gələcəkdə də fikrim də yoxdur, dəyişim onu. Mənə belə gəlir ki, ən düz yol budur və indi, məsələ, burada mən bir külliyyatımda qəzəl yazmışam. Burada 980 qəzəl var. Hərəsi oxuduğunuz, gördüyünüz ahəngdə, Rəxbəyalları bir dəşəsini də oxuduq hələ, hamısı bir yerdə. Məsələ, nə qədər bunlar haqqa, həqiqətə, böyüklüyə, ülviyyətə, pakliyə çağıran şeylərdir. Mənim nöqtə nəzərimdə papaq da bir ələ. Keçmişdə elə hamı giyinir də papaqda. Yəni o vaxt kişilər getdikcə, bu müasir devirlərə getdikcə bütün hər şey unudulur, o cümlədən də elə papaq. Amma biz elə bu yaxınlarda Novruz bayramına əlaqədar bir verilişə çəkiləndə papaq tapmadıq belə papaq geyinməyə. Sonra elə öz-özümə əlaqə edim ki, mütləq bunun adama birini tikdirək. Heç olmasa bayram verilişlərində, milli dəyərlərimiz olan verilişlərdə geyinmək lazımdır. Həmişə geyinmək lazımdır, amma Novruz bayramı bizim yəni ən milli bayramımızdır. Bunda yəni bunun şübhəsi olmaz ki, burada geyinilməlidir mütləq. Bu cəhətə bütün incəsənət işçilərimizi, xadimlər, o cəhətə mən onları çağırıram ki, bu cəhətə incəsənətimizdə çox fikir versinlər. O bizə atılan, arxadan atılan güllədir. Mən məsələ, öydə onlar veriliş olanda mən bilmirəm özümü necə hiss edeyim, gəlinimin yanında, qızımın yanında, nəvəmin yanında, bilirsiniz. Əxlasızlıqdır, olmaz. Təbii, güman edirik ki, elə yerinə düşər növbəti video materialı həm sizə, həm tamaşaçılarımıza təqdim eləmək. Hörmətli tamaşaçılar, Cavanşir kişi ömrünün bəlkə də yarıdan çoxunu bu sənətlə, papaqçılıqla məşğuldur. Belə deyək də, hər papağa gözünün nurunu verib, əlinin əməyini. Ancaq onun tövsiyələri də var, iradları da var. Nədir bunlar? Daha ətraflı Arzunun təqdimatını izləyirik. Yaxşı, indi mən papağımı necə qoyum ki, qızın xoşuna gəlsin. Keçmiş zamanlarda papaq qeyrət, kişilik simvolu sayılıb. O zaman papaq tikən sənətkarlar da çox idi. Papaq qoyan köhnə kişilər də. Amma indi zamanın çarxı tərsinə fırlanır. Devranın gərdişindəndir, yoxsa laqeydliyimizdən papaqçılıqla məşğul olanların sayı yaman azalıb. Qalanlar isə barmaqla sayılacaq qədərdir. Bu səbəbdən bugün sizləri sənətinin sənətkarı olan papaqçı Cavanşir kişi ilə tanış etmək qərarına gəldik. Papaq qoyan kişi gərək papağın vəzifəsini yerinə yetirsin. Papağın vəzifəsi odur.
Quranda nə yazılıb, papaq qoyan kişi gərək onların hamısını əmələ yetirsin. Bəs indi necə? İndi necə? İndi bu saat ağsaqqalı görəndə itəliyib keçirlər. Tərbiyə yoxdur. Hörmət yoxdur. Bizim adətlərimizi itirmişik. 80-90% itirmişik. Hər millətin adəti var, simvolu var. Ancaq bizimkilər itirir. Vasmiklinka, şistiklinka, sonra urusların papaqlarını geyinirlər. Bir de bu Moskviçkadır, urusların papaqlarıdır. Bu Bayarkadır, urusların papağıdır. Bu da Uşankadır, bu da urusların papağıdır. Ancaq bizimkilər bilirlər ki, elə biləsən ki, bizimkidir. Bu Qarbaçovdur. Xocalı mən deyirəm buna. Xocalini bizim başımıza kim gətirdi? Qarbaçov, bu onun papağı, simvoludur. Ancaq bizimkilər elə bilirlər bizimkidir. Sonra lotu papaqları, aeroportdur, aerodromdur, Vasmiklinkadır, Şistiklinkadır. Elə bilirlər ki, bizim papaqlardır. Yox, o ermənilərin papaqlarıdır. Ondan sonra lotların papaqları. Bizim papaq bir dənədir, yeganə. Dəyərlərimizə bu qədər laqeyd münasibət Cavanşir kişiyə yaman toxunmuşdu. Elə hey sənətə olan biganəlikdən şikayət edirdi. Kişi gərək adətini itirməsin. Bu bizim bayrağımız budur. Biz obrisi bayrağı dəyişdirə bilərik. Anzımını dəyişdirə bilmərik, Quranı dəyişdirə bilmərik. Mən bununla deyirəm ki, mən Azəriyəm. Bir dənə yeganə İslam millətində millətik ki, papağı Qurana bərabər tuturur. Ne üçün? Çünki papaq geyinən kişi gərək nəfəsi də pak olsun. Quranda da nə yazılıb, hamısını əmələ yetirsin. Sənətinin vurğunu olan bu insan ölkəmizdə, eləcə də Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Bunun əsas sübutunu onun dediyi sözlərdə və bir də emalatxanasına vurduğu şəkillərdə görmək olar. Bir dənə addır bizdə. Papaq, milli, rəmzi simvolumuz. Namus, qiriyyət, bir de budur. Bundan başqa bizdə heç saat yoxdur baş geyimi. Araqçın geyinirlər, nə geyinirlər o bizim